أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz, dəyərli müminləri, inanclı bacı qardaşlarımı, əzizlərimi ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala ibadət, itaətlərimizi ali dərəcədə inşallah qəbul eləsin. Qarşıdan gələn Eydül Əkbər vilayət və imamət bayramını, Qədirxum bayramını Allah hər birimizə mübarək qərar versin. Allah Təbarək və Teala bizləri Əmir-əl-Mömininin vilayətindən uzaqlara salmasın. Hər birimizi o Həzrəti özümüzə öndər bilənlərdən qərar versin inşallah. Qədirxum çox önəmli, mühüm bayramlardandır. Bu gecə bayram gecəsidir. Sabah inşallah Qədirxum bayramının günüdür. Bir daha təbrik deyirəm. Qədirxum bayramı haqqında söhbətlər çoxdur. Yəni, bəziləri irad eləyirlər, bəziləri inkar eləyirlər, bəziləri təhrif eləyirlər. Hərə bir mahnıdan Qədirxum bayramına bir palçıq atır. Hərə bir bəhanədən istəyir ki, bu bayramı ümumiyyətlə gündəmdən həzf eləsin. Bəziləri də bu bayramı ixtilaf kimi adlandırır ki, bu bayramı siz xüsusilə qeyd edirsiniz ki, ortaya bir fitnə və ixtilaf salasınız. Amma bu həqiqəti əks etdirmir. Həqiqət həqiqətdir, haqq haqdır, batil batildir. Biz sadəcə öz dəyərlərimizi qiymətləndiririk və öz dəyərlərimizin üzərinə köklənirik. Nə bu mənada ki, məsələn, bir bayram, bir ixtilaf deməkdir. Bunların nəzərinə qalsa, Həzrəti Zəhra salamullahi əleyhanın şəhadət məclisini qeyd eləməyi də bir növ ixtilaf kimi dəyərləndirirlər. Bu ixtilaf deyil, bu həqiqəti olduğu kimi çatdırmaqdır. Həqiqət həqiqətdir. Düz düzdür. Səhv səhvdir. Bizim şəxslərlə heç bir işimiz yoxdur. Biz burada əyləşməmişik ki, şəxsləri sual altına aparaq. Biz Həzrət Əmir-əl-Mömininin haqqını müdafiə edirik. O haqq ki, Allah Teala Peyğəmbərə təyin eləmişdi ki, o haqqı cəmaata çatdır. İndi cəmaatın bu kişidən xoşu gəlmədi, biz nə edəyik? İndi bəzilərinin problemləri var idi, biz nə edəyik? Belə oldu da, rüzgar belə oldu ki, bu kişi kənarlaşdırıldı. Amma biz bunu danışmayaq, bunu deməyək, Əmir-əl-Mömininin imamətin, vilayətin haqqını əda eləməyək, bu da bir zülümdür. Mən bu söhbətimdə, əlbəttə bu söhbətin bütün şöbələrinə, bütün qismlərinə toxunsam çox uzun çəkər. Bizim cümə namazımızın xütbəsinin haşiyəsindən çox eşiyə çıxar. O qədər vaxtımız yoxdur. Sadəcə bir neçəsinə işarə eləyəcəm. Biraz diqqətli olaq bu məsələdə. Bunu mən demirəm. İmam Sadiq əleyhissalam hədisidir. Deyir ki, buyurur ki, deyir, Qədirxum bayramı Eydül Əkbərdir. Əkbər böyük bayram. Böyük bayram olanda burada bütün bayramlardan yuxarıdır. Bu bizə iraddır da, deyirlər, məsələn, Qurban bayramı nə cür olur, bundan yuxarı olur. Məsələn, Fitir bayramı bundan yuxarı olur. Bəli, bu Eydül Əkbərdir. Niyə bundan yuxarıdır? Bax, bu niyə? Bu niyə? Çünki bunların hamısının fövqündə vilayət dayanır. Bunların hamısının fövqündə vilayət dayanır. Vilayətin altındadır bunlar. Vilayət köçdür. Qurban
budaqdır, fitir budaqdır, bu kökdür. Ola bilərmi budaq kökdən yuxarıda dayana? İmkanı yoxdur. Vilayət kökdür, onlar budaqdır, qətlən vilayətin altındadır bunlar. Bir adam əgər vilayəti qəbul eləməzsə, imaməti qəbul eləməzsə, ilahi tərəfdən təyin olunduğunu qəbul eləməzsə, bu budaqlar hamısı sual altındadır. Ona görə bu Eydül Əkbərdir, bu bayram gərək əzəmətli tutular. Bu bayram əzəmətli tutular. Bu bayram Əmirəl-Mömininin Allah tərəfindən Peyğəmbər vasitəsilə vilayətinin elan olunan günüdür Qədirxum. Deyirlər, bu nə bayramıdır? Qədirxum o məkanın adıdır ki, Peyğəmbər indi həclər artıq həcdən qayıdır, düzdürmü? Allah hamısının ziyarətlərini ali dərəcədə inşallah qəbul edir. Həclər həcdən qayıdırlar. İndi bu ərəfələrdir da Qədirxum. Peyğəmbər Höccətül-Vidi yerinə yetirir, gedir həccə, həccini bitirir, həccdən qayıdır, böyük kütlədən, böyük axınla. Bu məkanda Peyğəmbərə ayə nazil olur. Peyğəmbər çatdır. Nəyi çatdır? Hətta deyir, çatdırmasan Peyğəmbərliyin hesaba gəlməz, Peyğəmbərliyin qəbul olunmaz. Sonra buyurur, Allah səni zalim qövmdən qoruyar. Və demək mühüm məsələ idi. Və bu məsələni 100 minlər insan eşitdi orada. Bir nəfər deyil idi, 2 nəfər deyil idi, 3 nəfər deyil idi. Minlərlə insanlar orada şahid oldular Peyğəmbərin uzun xütbəsinə. Qulaq asdılar. Peyğəmbər uzun bir xütbə danışdı. Sonra Əli əleyhissalamı orada əlini qaldırdı. Dedi, mən kuntu mevlah və hazə aliyyum mevlah. Mən kimin rəhbəriyəm, bu Əli onun rəhbəridir. İlahi bunu sevəni sev. Bundan düşmən olanla, düşmən ol. Onlara qəhr və qəzəb elə. Peyğəmbərin duasıdır. Biz özümüzdən bir şey danışırıq məgər. İmkanı yoxdur. Biz ağlımızı mı itirmişik, durduğumuz yerdə öz yanımızdan bir şeylər danışaq. Bunu da sənədini vurdular o tərəfə, vurdular bu tərəfə. Bir şey tapanmadılar. Bilirsən ki, hədis qəbul olunmasa, səbəbi budur ki, o hədisin sənədi zəifdir. Bu hədis yoxdur belə bir hədis. Sənədi zəifdir. Allah rəhmət eləsin mərhum Əlləmi Əmini cildlərlə kitab yazıb, zəhmət çəkib, Əl-Qədir kitabı. Orada sənət gətirir. İmkanı yoxdur. 30 dənə bir nömrə sənət gətirir. 30 dənə cürbəcür şəkillərdə sənət gətirir. 30 silsilədən sənət gətirir ki, 30 adam əgər eyni məsələni təsdiqləsə, imkanı yoxdur deyəsən bu məsələ yalandır. Buna deyə bilmədilər ki, yalandır, məsələnin kökünü dana bilmədilər. Çünki daha bu imkanı yoxdur. 30 dənə qızıl sənət deyir ki, bu hadisə baş verib. Gəldilər, nəyin üstündə manevr elədilər? Peyğəmbər orada dedi, hə, bu sözü dedi. Amma istəyirdi desin ki, mən kimin dostuyam? Əli də onun dostudur. Ya bu, hansı məntiqə sığır? O boyda xalqa günün qabağında saxla, hə, bu mənim dostumdur. Düzdür, Mevla kəlməsi, ərəb dili bilirsiniz, ədəbiyyat zəngindir, orada müxtəlif mənalar verə bilir. O məlumdur ki, o deyil idi. Niyə sizə zor düşür bunu qəbul eləmək ki, aparırsınız, hara çıxardırsınız? Dostumdur. Mən burada bir neçə dənə nöqtə var, əsas söhbətim bundan ibarətdir ki, nə cür oldu? Niyə Qədirxum hadisəsi tez şəkildə unuduldu? Niyə Qədirxum hadisəsi qloballaşmadı? Niyə Qədirxum hadisəsinin tərəfdarları olmadı? Niyə Həzrət Əlinin hakimiyyətini qəbul eləyənlər az oldu? Niyə Əli əleyhissalamın haqqını müdafiə eləyən olmadı? Sual deyilmi bu? Ki, bu boyda səhabə, bu qədər müsəlman, bu qədər Peyğəmbərin ətrafında olan insanlar. Peyğəmbər, Allah Qur'an-ı Kərimdə buyurur, deyir, Peyğəmbər özündən bir kəlmə danışmaz.
Ma yantiqu anil hava in huve illa vahyun yuha. Quran ayəsidir. Peyğəmbər ancaq və ancaq Allahın ona vəhy elədiyini çatdırır. Nə cür oldu bunlar Peyğəmbərin bu qədər sözünü görməzdən gəldilər. Qəbul eləmədilər. Yerə vurdular sözləri. Həzrət Əli kənarlaşdırıldı. Niyə? Səbəb nə idi? Çox səbəblər var. Mən vaxtım azdır. Qeyd eləmişəm, bir neçəsini istəyirəm burada müzakirə eləyək. Qalanlarına da inşallah özünüz bir araşdırın, bir baxın, bir düşünün. Səbəblərdən biri nə idi? Birinci səbəb buydu ki, bir sıra insanlar kamil deyildi. Peyğəmbərin ətrafında kamil olmayan insanlar mövcud idi. Kamil olmayan insanlar da səbəbkar oldular, bu hadisəni müdafiə etmədilər və səbəbkar oldular, bu hadisənin üstü ört bastır olunsun. Kamil insan olmaq çox mühüm məsələdir. Peyğəmbərimizin zamanına biz bir baxış keçirək. Peyğəmbərimizin zamanında nətər olur? Peyğəmbərin vəsiyyətinə əməl olunmur. Niyə? Niyə Qədr-Xum hadisəsi bir xırda zamanda unudulur? Əgər belə bir şəffaf bir məsələ idisə, niyə aydınlaşmadı bu məsələ? Niyə üstü örtülü qaldı? Məgər səhabələr Peyğəmbərin sözünə iman gətirmədilərmi? Məgər səhabələr Peyğəmbərin sözündən mi çıxdılar? Niyə? Nəyə görə? Baxın, səhabə, bütün söhbət səhabə üzərindədir. Səhabə. Allah Teala insanları, Quran-ı Kərimə nəzər salsaq, Allah Teala insanları iki dəstəyə bölür. Deyir, insanlar iki dəstədən ibarətdir. Ya kafirdir, ya müsəlmandır. Quran bu cür bölür də insanları bölüb bir neçə hissəyə. Deyir, insanların bir hissəsi kafirdir, bir hissəsi müsəlmandır. Müsəlmanların özünü də iki hissəyə bölür. Deyir, müsəlmanların içində də möminlər var, münafiqlər var. Yəni, küfürdən çıxıb İslama gələnlərin hamısı layiq deyil. Hamısı bir nömrə deyil. Bunların içərisində mömin var, bunların içərisində münafiq var. Məlumdur ki, Münafiqun surəsi əgər biz kökdən vursaq ki, Peyğəmbərin ətrafında hamısı gül insanlar olub, onda Münafiqun surəsi gərək nazil olmayıydı. Gərək biz onu danaq Münafiqun surəsi. Kimə gəlib Münafiqun surəsi? Münafiqun surəsi Peyğəmbərin yanında iki üzlü insanların haqqında gəlib. Bəzi vaxt səhabədən yanlış bir tərif olunur. Deyirsə, səhabə kimdir? Deyir ki, səhabi belə tərif eləyirlər. Bizim tərifimiz deyil əlbəttə bu. Bu, onların tərifidir. Deyirlər ki, səhabə o kəsdir ki, Peyğəmbərin zamanında yaşayıb, Peyğəmbəri görüb və müsəlman kimi ölüb. Buna deyirlər səhabə. Deyir, hətta bir dənə xırda qeyd də var səhabə haqqında. Buyururlar ki, yenə deyirəm, bu bizim sözümüz deyil, səhabənin tərifi, onların sözüdür. Buyururlar ki, səhabə o kəsdir ki, Peyğəmbəri görə vələv biləhzətin, hətta bir göz qırpımı. Yəni, Peyğəmbəri elə belə deyə, Peyğəmbəri görə. Bu da səhabədir. Onda səhabənin dairəsini çox böyük elədi məsələ. Bu qədər münafiqlər Peyğəmbərin yanında idilər. Əgər biz desək onlar səhabədir, bu düz olmaz. Bizim problem nədir bilirsinizmi? Deyirlər ki, səhabələr ulduzlar kimidir, onlara toxunmaq olmaz. Məcə səhabə mələkdir. Məcə səhabə göydən yerə inib. Məcə səhabə gözünü açana şəhadəteyni deyib. Bəli, Peyğəmbərin kənarında mühacir və ənsarlardan səhabələr var idilər. Və səhabələrin üstünlüyü var.
Səhabələr Peyğəmbərin kənarında bir imtiyaz tapıblar, bir üstünlük tapıblar. Amma bu o demək deyil ki, səhabələrin əyrilərinə göz yumaq ki, nədir bu məsələn səhabədir. Onda gərək Quran-ı Kərimdə münafiqlərin haqqında gələn ayələrin hamısına göz yumaq biz. Bu nə əqli, nə də şəri cəhətdən düzgün deyil. Uhud döyüşündə 300 nəfər səhabə yarı yoldan Peyğəmbəri tərk elədilər, qayıtdılar. Geri qayıtdılar. Kim idi bunlar? Peyğəmbərimizin ətrafında dayanan səhabələr. Uhud döyüşündə bunlar geri qayıtdılar. Allah Teala bunların haqqında müxtəlif ayələrdə danışır. Deyir, bunların bir hissəsi Peyğəmbərə əziyyət eləyirdilər. Səhabələri deyir də. Deyir, bir hissəsi Peyğəmbəri sadəlöv adlandırırdılar. Bunlardan bir hissəsi Peyğəmbərin sözünə bəzən inanmırdı, Peyğəmbərin sözündən çıxdı. Amma biz bunların hamısı deyirik səhabə. Bu tip insanlar Peyğəmbərin ətrafında çox idi. Bu cür insanlar var idi. Bunlar canavarlar idilər. Bunlar qoğardılar Qədirxum gündəmə gəlsin. Bu canavarlar qoğardı Qədirxum gündəmə gəlsin. Allah Teala bir ayədə münafiqlərin haqqında nə buyurur bilirsiniz? Münafiqun surəsinin 1-ci ayəsində buyurur ki: "İzə ca'akal munafiqun." Peyğəmbər deyir ki, Peyğəmbər "İzə ca'akal munafiqun." Münafiqlər sənin yanına gəldiyi zaman qalu. Deyir, belə deyirlər. "Nəşhədu innəkə Rasulullah." Münafiqlər deyir, sənin yanına gəldiyi zaman deyirlər, biz şəhadət veririk ki, sən Allahın rəsulusan. Amma yalan danışırlar. Yalandan deyirlər ki, biz şəhadət veririk ki, sən Allahın rəsulusan. Allah bunu Quranda buyurur, Münafiqun surəsində. Peyğəmbərə deyir, ya Rasulum, sənin yanına gəlirdilər, deyirdilər ki, biz şəhadət veririk ki, sən Allahın rəsulusan. Arxasından nə buyurur? Vallahi ya'lamu innaka la rasuluhu. Deyir, Allah bilir ki, sən Allahın rəsulusan. Vallahi yəşhədu innəl munafiqin ləkazibun. Deyir, elə Allah şəhadət verir ki, münafiqlər xalis yalancılardır. Onların xalis yalancı olduqlarına da Allah şəhadət verir. Peyğəmbərin yanına gəlib and içənlər kimlər idi? Münafiqlər. Münafiqlər kimlər idi? Həmən iman gətirdik deyərək iman donunun altına keçən iki üzlülər. Allah Təbarək və Teala onların haqqında digər ayədə buyurur ki, onlar iman gətirmədilər. Onlar ancaq təslim oldular. Hücurat surəsinin 14-cü ayəsində buyurur ki, Qalətil ə'rab amennə. Buyurur ki, ərəblərin bəziləri deyirlər ki, biz iman gətirdik. Qul ləm tu'min. Deyir, onlara deyir ki, siz iman gətirmədiniz. Və lakin qulu əsləmnə. Deyin, biz ancaq təslim olduq. Biz iman qəlbdə olur, təslim əməldə olur. Bunlar ancaq əməldə təslim olublar. Bəzən çox qorxulu hadisə, qorxulu məsələ budur ki, bizdə də bu var. Bəzilərimiz təslim olmuşuq, iman yoxdur. Təslim nədir bilirsən? Hə, namaz qılırım, təslim olmuşam. Alnımı yerə gətiririm. Hə, Ramazan ayında oruç tutmalıyım, təslim olmuşam. İman yox. İmanla təslimin fərqi var. Allah Teala burada imanla təslimi ayırt eləyir. Deyir, bəzi insanlar təslim olublar, iman gətirməyiblər. Yalan danışırlar ki, biz iman gətirdik. Peyğəmbərə buyurur ki, ərəblərin bəziləri sənin yanına, ərəblərin bəziləri kimidir? Səhabələrdir da bunlarda. Peyğəmbərə gəlir, dedi, sənə iman gətirdik. Dedi, deyən, siz iman gətirmədiniz, siz ancaq təslim oldunuz. وَلَمَّا يَدْخُلِ الْإِيمَانِ فِي قُلُوبِكُمْ. Deyir, onlara de ki, sizin iman qəlblərinizə dolmayıb. Onların qəlblərində iman yoxdur, onların qəlblərinə iman dolmayıb. Bax, bu cür qəlbləri imandan boş olan insan kütləsi səbəb oldu ki, Peyğəmbərin
elanını ayaq altına qoydular. Peyğəmbərin buyurduğuna əməl eləmədilər. Allah bu dünyada hər kəsi imtihan edir. Peyğəmbər sağ idi, hər şey gül çiçəyi idi. Hamı Peyğəmbərin ətrafında idi. İman o zaman üzə çıxmalı idi ki, Allah onu imtihan eləməli idi. Allah Teala gəldi, səhabələrin imtihan elədi. Allah Teala buyurdu ki, Ya eyyuhər rəsul, bəlliq mə unzilə iləykə. Ey Allahın rəsulu, sənə deyiləni çatdır. Bəlliq, əmrdir, çatdır. Sənə əmr olanı çatdır. Bəs Peyğəmbər Allahın əmrinə tabi olaraq çatdırdı Həzrət Əlinin vilayətini. Həzrət Əli Peyğəmbərin göstərişinlə elan olundu. Amma Peyğəmbər Həzrət Əlinin adını elan eləyəndə bəzilərin başına göydən yekə daşlar düşdü. Hətta bir nəfər gəldi, orada tarixdə var, dedi ki, ey Allahın Peyğəmbəri, bu doğrudan da Allahın mı sözüdür, yoxsa sənin öz sözündürmü? Peyğəmbər buyurdu, Allahın sözüdür. Dedi, onda Allahın sözüdür, Allah bir bəla göndərsin. Bir daş düşsün mən başıma, atda qalım. Və bir daş da düşdüğümün başına altında qaldı. Bunu da gördülər. Bu möcüzüyü də gördülər. İndi siz deyəsiniz ki, əcəb, işə düşdük. Biri gəldi, inanmadı. Allahdan bəla istədi. Allah bəliyi də göndərdi. Gənə bu körlər görmədilər. Görmədilər da. Belə şey mi olar? Yalandır. Qardaşım, mən sənə bir sual verirəm. Həzrəti Salihdən dəvə istədilər. Dedilər, bizə dəvə. İman gətiririk. Bu şərtdən ki, dəvə. Allahdan bir möcüzə istəyəsən, daş yarılacaq, daşın içindən dəvə çıxacaq. Dəvə bütün kəndə süd verəcək. Yanında da balası olacaq. Bunu istədilər ya istəmədilər? Allah Quranda danışıyor, istədilər da. Mənim sözümdür ki, Quranın ayələridir. Bu möcüzə baş verdi ya vermədi? Verdi. Onu istəyənlər gördülər ya görmədilər? Gördülər. Və niyə sonra iman gətirmədilər? Daşdan dəvə çıxdı, daşın içindən dəvə çıxdı, balası, südü falan filan. Gəldilər, dəvəyi öldürdülər. Bəs demək, tələb etmək, görmək, eşitmək, aleykümselam, burada iman yoxdursa, gözdən görsə də belə ona inanmayacaq. Ona bir don geyindirəcək. Çünki bura xarabdır da, burada iman yoxdur. Zordan deyil ki, imanı insanın beyninə yüklənməzsən ki, gərək bura qəbul eləyə imanı. Peyğəmbərin ətrafında imtihan zamanı imtihandan çıxa bilməyənlər səbəb oldular ki, Qədirxum hadisəsi ayaqlar altına düşdü. Bu bir. Əlbəttə, bu haqda çox söz var. Peyğəmbər bir dəfə gəlir, səhabələrin içində bir dənə söz deyir. Başı bəlalı Peyğəmbərimiz, ruhumuz ruhuna fəda olsun ya Rasulallah. Gəlir, nə buyurur? Buyurur ki, deyir, behişt mənim ümmətimdən 4 nəfərin muştaqıdır. Deyir, mənim ümmətimdə 4 nəfər var ki, onlar behişt onları gözləyir. Deyir, mən bəzi vaxt insan iftixar edir ki, mən behiştə getdim, cənnətə getdim. Bəzi vaxt cənnət də deyir, iftixar edir ki, filan kəs mənə gəldi. Gör, o behiştdən də yuxarıdır ki, cənnət ondan iftixar edir. Dedi, 4 nəfər var mənim yanımda. Bu 4 nəfərə behişt muştaqdır, gözləyir onları, iftixardan gözləyir ki, bunlar cənnətə gəlsinlər. Amma demədi kimdir bu 4 nəfər. İndi səhabələr təşvişə düşür. Allah, bu 4 nəfər kimdir? İndi heç kəs cürət edib Peyğəmbərdən soruşanmır ki, ya Rasulallah, bu 4 nəfər kimdir? Niyə cürət eləyə bilmirdilər? Hamı özünü o 4 nəfərin içində görürdü. Artıq 1000 adamdan 4 dənədir da, elə hamı özünü orada görmək istəyirdi. Cürət eləyib Peyğəmbərdən soruşa bilmirdilər ki, o 4 nəfər kimdir? Gəlirlər,
elm şəhərinin qapısına. Elm şəhərinin qapısı kimdir? Əli ibn Əbi Talib. Peyğəmbərimiz buyurur: "Ənə Mədinətul ilm və Aliyun babuha." Mən elmin şəhəriyəm, Əli onun o şəhərin qapısıdır. Gəldilər elm şəhərinin qapısına. Dedilər: "Ey Əli, bəlkə sən biləsən o 4 nəfər kimdir?" Həzrət Əmirəl-Möminin deyir: "Mən gedim Peyğəmbərdən soruşum. Görüm 4 nəfər kimdir?" Gəlir: "Ya Rasulallah, möminlər, ətrafımızda olan o inanclılar çox nigarandılar. Siz bir söz dediniz, amma demədiniz o 4 nəfər kimdir. Onlar kimdir?" Dedi: "Vallah ya Əli, əntə." Dedi: "Vallah, onlardan birincisi sənsən. O 4 nəfərin biri sənsən. İkincisi Miqdaddır. Üçüncüsü Salmandır. Dördüncüsü Əbu Zərdir." Əli, Miqdad, Salman, Əbu Zər. 4 nəfər. Dedi: "Bu 4 nəfərə behişt muştaqdır." Çox maraqlı nədir? Miqdad, Salman, Əbu Zəri bunların görəsi gözü yoxdur. Nə qədər mənfi xüsusiyyət var, bunların üstünə yazıblar. Birini Fars, Salman Farsdır, getdi. Əbu Zər dəlidir. Əbu Zər Rəbəzə sürdü da, Muaviyyənin zamanında Əbu Zəri Rəbəzə çölünə sürdülər. Şəhid oldu. Miqdadda şəhid elədilər. Hərəsinə bir dənə don geyindirdilər. Niyə? Götürmədilər da. Bəzən bu cürdür, iman qəlbə dolmayanda bu boğuz, kin icazə vermir ki, bu işi görür. Əlini niyə qəbul eləmədilər? Səviyyəsiz insanlar, qəlbləri imanla dolmayan insanlar məsələyi şəhid elədilər yerindəcə, boğdular. Həzrət Əli əleyhissalam vilayətə gələndə onların bir neçəsini yığır. Maraqlı nədir bilirsinizmi? Qədirxum hadisəsində ən maraqlı məsələ nədir? Qədimdə belə dinamik yox idi ki, mikrofon yox idi ki. Minlərlə, məsələn, məsciddə nə qədər adam var? Məsələn, deyək 150 adam. Heç bu olmasa da mən biraz uza desəm, siz arkadaşlar eşidəsiniz mənim səsimi. Minlərlə insan açıq havada, mikrofon olmadan, dinamik olmadan, səs ucaldıcı olmadan bunlar nə cür eşitdilər Peyğəmbərin səsini? Bu detala qədər yazıblar. Deyir, Peyğəmbər deyirdi ki, mən kuntu mevla və hazı Əliyyum mevla. Mən hər kimin rəhbəriyəmsə, bu Əli ona rəhbərdir. Dedi, eşitdinizmi? Dedilər, eşitdik. Dedi, indi deyin. Onlar qışqırırdılar o tərəfə. Peyğəmbərin sözünü dalğavari, canlı şəkildə ötürürdülər ta sona qədər. O sona çatanda bir geri qaytarırdılar sözü. Ya Rəsulallah eşitdik, ya Rəsulallah eşitdik. Ta Peyğəmbərin qulağına çatırdı. Peyğəmbərə yəqin nihası oldu, eşitdilər. Peyğəmbər ikinci cümlü deyirdi. Yəni, bütün bəhanə yollar bağlıdır. Əli əleyhissalam hakimiyyətə gələndə onlardan birindən soruşur, deyir ki, sən Allah, sən ki Peyğəmbərin yaxındaydın, indi uzaqlar dana bilər ki, biz eşitmədik. Sən niyə məsələn, lap yaxınımdaydın da, mən orada Peyğəmbər məni elan edəndə, sən lap yaxındaydın, niyə sən bu məsələyi təsdiqlənmədin? Dedi, Əmirəl-Möminin, qulağım çox zəif idi. Dedi, nətər qulağın zəif idi, sən lap yaxındaydın axı. Bir 10 metr o tərəfdə olanlar desə, hə, sən niyə haqqın üstünü örtdün? Bax, bu cür idi, səbəblər var. Birinci buydu ki, iman əhli olmayan insanlar, nüfuz sahibi olan insanlar məsələyi terror elədilər. Bu bir. 2, ərəblərdə tayfabazlıq var idi. İman gətirsələr belə də tayfabazlıq onlarda büyün də var. Tayfabazlıq büyün də var. Mömindir, müsəlmandır, tayfabazdır. Qədimdə bilirsiniz nə cür idi? Tayfalar fərqli idi. Məsələn, bir tayfa o bir tayfa qəbul eləmirdi. Peyğəmbər Həzrət Əli əleyhissalam elan eləyəndə dedilər da bizə nə qaldı? Hətta indi adını çəkməyəcəm, biri nə dedi orada? Gəldi, əsəbləşdi, cəmaatını yığmışdı başına, çox narahat halda qayıtdı, nə dedi? Dedi ki, İnfavalu bil xilafə mə'an nübuvə
ləm yəbqu lənə şeyən. Dedi da elə imamət bunlardan, xilafət bunlardan. Ləm yəbqu lənə şeyən. Bizə nə qaldı be? Bizə heç nə qalmadı. Bütün fəzilət bunlarda. İmamət, xilafət, hakimiyyət və biz qoymadılar. Özü deyir da, deyir bizə nə qaldı be? Bu bizə nə qaldı deyən qoyardı mı bu məsələ gündəməsə? Boğdular məsələyi. Bu iki. Əlbəttə bunun şərhi var, söhbət çoxdur burada. Mənim vaxtım yoxdur, üzərindən keçirəm. 3. Peyğəmbərə qarşı qəlblərində bir hissə insanların kin var idi. Bu kinlərini Peyğəmbərə zahir eləyə bilmədilər. Peyğəmbər Həzrət Əlini elan eləyəndən sonra bütün o kini gətirdilər Həzrət Əlinin üstə köhlədilər. Həzrət Əliyə köhlənən kinin praktiki əməli Aşura gün Kərbalda İmam Hüseynin başına töküldü. Gətirdilər, İmam Hüseyin ağı yıxdılar, başını bədəndən ayırdılar. Bu da həmən. Bunlar silsilə var. Peyğəmbərə olan kin biruzə verilmədi. Həzrət Əlinin üstə töküldü. Həzrət Əlidən kəllə-kəlliyə gəldilər. Praktiki əməli surətdə Kərbala onun nədir? Göstəricisi idi. Peyğəmbərə, bəli, hər yanındakı Peyğəmbərin iman gətirməmişdi. Bəzilər Peyğəmbərə qəlblərində kin var idi. O kini sadəcə təzahür eləyə bilmirdilər. 4. Bunlar hamısı söhbət var, sənət var, şərhi var. Mən bundan vaz keçirəm. Bunu deyirəm, ərzimi tamam edeyim. 4. Şəxsi əmirəl-möminə kin var idi. Bunların bəzilərinin qəlbində ələl-İslam'a kin var idi. Qardaş, bəziləri etiraf eləyirdi. Deyirdi, bu mənim dədəmi öldürüb, bu mənim daimi öldürüb, bu mənim xalam oğlunu öldürüb, bu mənim əmmim oğlunu öldürüb. Ələl-İslam bir dəfə dedi, ki, bura baxın görüm, mən özümü öldürmüşəm. Allahın əmrinə, Peyğəmbərin göstərişinə tabi olaraq öldürmüşəm. Baxmayaraq ki, o sənin baban olub, baxmayaraq ki, o sənin əmin olub, əlinin zülfüqarınla bəziləri cəhənnəmə getmişdi. Bəs bu deməkdir ki, bunlar mömin olsalar belə, yenə qəlblərində o məhəbbət qalmışdı. Qohumbazlıq, tayfabazlıq, indi nətəri büyündə vardı. Tərəf deyirsən, ay kişi bu, haqq yolda döyüb, budur, batil əqidədir, batil inancıdır, birinin xalası oğuldu inciyir. Bizim məscid əhlidir, mən bilim, bacısı oğuldu inciyir. Arkadaş, niyə inciyirsən? Haqq deyilmi? Mənim qardaşım olsa belə, nə incimək yeri var? Haqdır da. Peyğəmbərin göstərişindən Həzrət Əli Uhudda müharibəyə qalxıb, cəng eləyib, bəzilərinin yaxınları öldürülüb. Uhudda bilirsiniz ki, Həmzə şəhid olanda Muaviyyənin anası gəldi, Həmzənin ciyarını çıxartdı. Ciyarını çıxartdı, yedi. Həmzə Peyğəmbərin əmisi. Həmzənin ciyarını çıxartdı, yedi. Muaviyyənin atası Əbu Süfyan, Muaviyyə hakimiyyətdə olanda gəldi, bu cür çəliyi ilə deyir, Uhud şəhidlərinin qəbrinin üstə tüpürürdü, çəliyi ilə vururdu. Deyirdi ki, gördünüzmü, indi siz qan verdiniz, can verdiniz, bizi bu hakimiyyətin başında əyləşən. Bu cür insan, Muaviyyə səhabədir, utanmırlar, ölmürlər, yerə girmirlər. Gəlirlər, deyirlər ki, Muaviyyədə işiniz yoxdur. Ay kişi, nə cür olur? Mən sənə sual verirəm. Cəməl müharibəsi yarandı tarixdə. Cəməl müharibəsində 2 dəstə var idi. Bir tərəfdə dayanan Təlhə idi, Zübeyir idi. Bir tərəfdə dayanan Həzrət Əli idi. Yaxşı, bunlar hər ikisi səhabə. Mümkün ola bilərmi ki, ikisi də batil ola? İmkanı yoxdur. Mümkün ola bilərmi ki, ikisi də haqq ola? Mümkün deyil. Biri düzdür, biri səhvdir. İndi işim yoxdur, hası səhvdir, hası düzdür. Bu ikisi reallıqla üz-üzə gəliblər. Böyük kütlədən müharibə baş verib. İndi sən deyirsən, səhabələrdə işin yoxdur. Qardaş, mənim işim olmasın, sənin işin olsun. Aha. Nə deyək, buna nə adı verək? Yəni, hər ikisi batil idi. Təlhə Zübeyir Peyğəmbərin yanında ox atıb qılınc vurub, işin yoxdur. Qardaş, işim yoxdur, bu ikisi üz-üzə gəliblər. Yaxşı, bunun hası düzdür bə. Muaviyyə Süffeyndə Həzrət Əlidən üz-üzə gəlir. Yaxşı, hası səhvdir bunların.
Nasıl düzdür bunların? Olmaz ki ikisi də batil ola. Olmaz ki ikisi də düz ola. Biri səhv olacaq, biri düz olacaq. Qardaşım, incimə də. Muaviyə vəhiy yazıb. Veterandır da, Muaviyə vəhiy yazıb. Orderləri çoxdur. Onda heç kim işi yoxdur. Biz nə deyirik Muaviyyə? Sadəcə deyirik ki, qardaşım, bu adamlar toparlandılar, toplandılar, bu kişinin haqqını əzdilər, yerə qoydular. Qədirxum da nədir? Gəlir müdafiə, deyir bu şey oldu. Biz Qədirxumda nə deyir? Deyir bu olay, hadisə baş verib. Peyğəmbər rəsmən Həzrət Əli özündən sonra vəli təyin edib Allahın tərəfindən. Quranın ayəsidir. Başqa bir söz mü? İndi sən bunu qəbul eləməyibsən, kənarlaşdırıbsan, sən səhv eləyibsən. Mən düzü deyirəm, bu adam elan olub. Sən də qəbul eləmirsən, eləmədi, o öz işindir. Sənin qəbul eləməməyin haqq qazandırmır ki, mən Qədirxum bayramında Əlinin haqqını müdafiə eləməyəm. Müdafiə eləməsəm zülümdür Əmirəl-Möminin haqqına. Allah sənə and verəm izzət və cəlalına, bizləri Həzrət Əmirəl-Möminin vilayətində, imamətində qərar verir. Pərverdigara bu bayramı əziz tutub, bu bayramın şənini qoruyanlardan qərar verir. Pərverdigara sənə and verəm izzət və cəlalına, məhşər günü bizi Həzrət Əlinin kənarında qərar verir. Vallah, billah, təllah. Əlinin kənarında dayanan 100% Peyğəmbərin kənarında. İmkanı yoxdur. Mümkün deyil bir adam Əlinin kənarında dayanan, amma Peyğəmbərin kənarından uzaq düşür. Əli nəfs Peyğəmbərdir. Əli Peyğəmbərin özüdür. Əli Peyğəmbərin canıdır. Mübahilə ayəsi bunu təsdiq eləyir. Deyir, siz özünüzü gətirin, biz özümüzü gətirək. Quranda ayədir. Özü kimdir? Deyir, Peyğəmbərin özüdür Əli. Əli əleyhissalamın kənarında dayandı, Peyğəmbərin kənarında dayanıbsan. Biz bunları öz yanımızdan demirik. Kim nə cür düşünür, düşünsün. Kim nə cür qəbul edir, eləsin. Kim bunu ixtilaf kimi dəyərləndirir, dəyərləndirsin. Haqq haqdır. Peyğəmbər buyurur, ey Əli, haqq sənlədir, sən haqlasan. Allah İmam Zaman ağamızın zuhurunu təcil eləsin, bayramınız bir daha mübarək olsun. Salavat-ı Muhammed və Ali Muhammedə.